Biz reinkarnasiya babında da bildik ki, hər bir insanın reinkarnasiya etmə sayı müddəti var. Bir insan ölürsə o demək deyil ki, sorğu-sual olunur, cənnətə və ya cəhənnəmə gedir. Hər bir insan reinkarnasiya edir, bütün karmalarını ödəyir və bir insan o zaman cəhənnəmə gedir ki, o dövrünün höccətini tanımır. O zaman cəhənnəmə gedib düşür. Amma belə hər bir insan reinkarnasiya edir, etdikləri yanlış hərəkətlərə görə məsx, rəsx reinkarnasiyalar da var, ruh köçü var və ümumiyyətlə hər bir insan bütün hər bir şeyini tamamlayandan sonra hesab kitab artıq olur. Çox maraqlıdır odur ki, Allahın ədaləti də odur ki, insan özü təyin edir cənnət və cəhənnəmini. Orada belə insan özü seçir. Ona görə də imamlar hər zaman insanların bir-birini bağışlamağınızı bacarın sözünün əslində mən o babı oxuyanda başa düşdüm ki, niyə dövrün höccətləri gəlib bizdən istəyirdilər və Allah bizdən istəyirdi. Bir-birinizi bağışlamağı öyrənin, sevgi dolu olun. Sabahsı günü siz cənnət və cəhənnəminizi özünüz seçəcəksiniz. Bu insan cənnətə getsin, bilməyəcəksən ki, bu sənin həyatındır, bu sənin yaşadıqlarındır, bu sənin etdiyin səhvliklər və doğruluq və insan o xarakteri artıq ruhunda olur axı. Hər bir şey insanın ruhuna həkk olunur. Cənnət cəhənnəmini belə insan özü seçir. Yəni hər bir şey insan öz əllərindədir. Allah bu imkanı hər bir insanın özünə veribdir.